studiyamızın bugünkü qonağı qadın sahibkarlığının deməli İnkişafı Assosiasiyasının həm təsisçilərindən biri olan və idarə heyətinin sədr müavini Jalə Hacıyevadır. Bir daha xatırladırıq ki, 19 noyabr bütün Dünya Sahibkar Qadınlar Günü kimi qeyd olunur. Ölkəmizdə qadınların biznes ekosistemində rolu, qarşılaşdıqları çətinliklər, eyni zamanda potensial və yeni imkanlar haqqında Jalə xanımdan geniş müzakirə edəcəyik. Xoş gəlmişsiniz Jalə xanım studiyamıza. Elə ilk əvvəl bu gün münasibəti ilə də sizi təbrik edirik. Çox sağ olun. Ümumiyyətlə, Azərbaycanda qadın sahibkarlığının inkişaf dinamikasını necə qiymətləndirirdiniz? İlk əvvəl istəyərdik ki, elə bununla söhbətimizə başlayaq. Çox sağ olun ilk növbədə diqqətiniz üçün, yəni bu mövzuya. Çünki medianın bu məsələlərə diqqəti xüsusi bir motivasiya yaradır. Həm də məlumatlılığı artırır ki, onlar üçün bir nümunə, örnək modellərlə onlar tanış ola bilirlər. Əgər biz tendensiyaya baxsaq, son illərdə Azərbaycanda ümumiyyətlə qadın sahibkarlığının dinamikası müsbətdir, pozitivliyə doğru gedir. Məsəl üçün, cari ilin ilə ilk 6 ayına biz baxsaq, qadınların nisbəti 23% təşkil edir qadın sahibkarlığının və ötən illə eyni belə deyək, müddətlə biz müqayisə etdik, 7% artım müşahidə edilir. Bizim asosiasiyamız bir deməli aksiyadan eyni zamanda mən həm də Azərbaycan Mikromaliyyə Assosiasiyasının icraçı direktoram və bizdə deməli bank olmayan kredit təşkilatları da demək olar ki 75% onların portfeli regionlarda olduğu üçün onların da biz məsəl üçün portfel dinamikasına baxanda kiçik və mikro qadın sahibkarların sayı portfeldə artır. Misal üçün, keçən il bizdə bank olmayan kredit təşkilatları tərəfindən xidmət olunan qadınların sayı 32% idisə, bu ilin ilk 6 ayında artıq 34%'dir. Yəni ilk 6 ayda artıq 2% artıbdır. Və bu da təbii ki, yalnız rəqəmlərlə ölçülən bir dəyişiklik deyil. Eyni zamanda regionlarda stereotiplərin zəifləməsini gətirib çıxardır. Sosial dəyişikliklərə gətirib çıxardır. Bugünləri biz görürük ki, qadın sahibkarlar yalnız öz biznesində deyil, həm də öz icmasında, misal üçün, bələdiyyə seçkilərində iştirak edirlər. Kənd, misal üçün, icra nümayəndəsi kimi baxırsınız ki, həvəslənib orada, misal üçün, öz namizədliyini irəli sürürlər. Keçirilən tədbirlərdə əvvəllər biz, misal üçün, iştirakçılar arasında daha çox kişi xeylağı görürdük. Amma bugünləri biz iştirakçılar arasında, məruzəçilər arasında artıq panellərdə qadınları da görə bilirik. Və bu da sırf mən deyərdim ki, o regionlarda qadın sahibkarlığının aktivləşməsinin nəticəsidir. Jalə xanım, necə hesab edirsiniz? Qadın sahibkarlar üçün mövcud olan dövlət proqramları sizin bu real ehtiyacları, yəni qadınların real ehtiyacları nə dərəcədə qarşılayır? Yoxsa bunların kifayət qədər təkmilləşdirilməsinə, bir qədər artırılmasına ehtiyac var? Yaxşı sualdır. Əslində, siz bu günləri istəyir Azərbaycanda, istəyir Avropada, yəni nə qədər bu proqramlar olsa belə, onlara həmişə daha çox ehtiyac var. Çünki dövr dəyişir. Yəni, biz bu günləri rəqəmsal dövrdə yaşayırıq və bacarıqlar da dəyişməlidir. Yəni, yeni bacarıqlar öyrənilməlidir. Yəni, ekosistem dəyişdikcə sahibkarlar uyğunlaşmalıdırlar bu ekosistemə. Və Azərbaycanda baxmayaraq ki, misal üçün, Kiçik və Orta Biznes Agentliyi tərəfindən, Aqrar İnnovasiya Mərkəzi tərəfindən, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi tərəfindən bir çox dəstək, belə deyək də, təşviq edən proqramlar həyata keçirilir və bu da öz rolunu oynayır təbii ki. Və ilk növbədə burada təşkil olunan təlimlə yanaşı mentorluq proqramları böyük rol oynayır. Çünki bu sahədə örnək olan və təcrübəsi qazanmış xanımlar yeni başlayanlarla təması çox önəmlidir. Və bu da onların öz güvənini artırır. Çünki ən böyük problem xanım üçün o qorxudur ki, mən bacara bilmərəm. Elə biz o barədə daha çox danışmaq istəyirəm. Ümumiyyətlə, onların qarşılaşdığı bu məsələdə bariyerlər hansılardır? Yəni, birinci o başlayır ailədən. Əgər xanım böyüdüyü ailədə
atası ya böyük qardaşı və yaxud lap nənəsi, babası onu həmişə həvəsləndiribsə, nəsə bir müstəqil bir addım atmağa, qərar verməyə. Yəni ilk əvvəl dəstək. Bəli. Əgər bu ailədə bunu görürsə, o daha uğurlu olur və onda o qorxu hissi olmur ki, mən nədəsə belək də çətinlik çəkərəm və yaxud mənə nəsə alınmaz. Ancaq o ailədə ki, bu dəstək verilir, o xanım özgüvəni yüksək olur və o özü maraqlanır ki, harada mən necə inkişaf edə bilərəm. Çünki birinci növbədə bilik və bacarıq inkişaf etdirilməlidir ki, o nəyəsə başlaya bilsin. Və bu da özgüvəndən irəli gəlir. Bu günləri, amma elə bizdə nümunələr də var ki, əksinədir. Yəni, onları ailədə o qədər də imkan verməyiblər, hətta təhsil almağa çətinlik çəkiblər. Amma onlar ailə qurandan sonra artıq hədəfli yönümdə, yəni onlar özü sahibkar kimi yetişdirə biliblər və onlar sübut eləmək istəyiblər ki, mən bacara bilirəm və onu da edə bilib. Yəni, belələr də var. Çünki bu sırf xarakterdən asılıdır. Elə xarakter var ki, mübariz xarakterdir, əks, yəni çalışır ki, özünü sübut. Amma eləsi var ki, daha zəif olur. Bu fərqli olur və təbii ki, ətrafda nə qədər ki, uğurlu nümunə görsə və yaxud informasiya çıxışı olsa, o elə bir ki, bir növ özünə bir ipucu tapır ki, mən bu yolla gedə bilərəm, kimlənsə məsləhətləşə bilərəm və bu yol da assosiasiyanın rolu böyükdür. Çünki assosiasiya da, yəni xanım sahibkarlar hamısı fərqli-fərqli təbəqədən gəlirlər, fərqli bölgələrdən gəlirlər və biz məsəl üçün baxırıq ki, assosiasiyada müəyyən müddət artıq tədbirlərində iştirak edən xanım başladığı fəaliyyətdən yanaşı baxırsan ki, artıq daha böyük şəbəkələşmə biznesinə keçir. Misal üçün, mən misal çəkə bilərəm ki, xatırlayıram, biz Tovuz rayonunda bir xanım sahibkarımız var idi. O deməli, kənd yerində fitness zalını açmışdı. Çox innovativ bir biznes idi. Bizim üçün də çox maraqlı. Gəliri də az ola bilən, ihtimal olunan. Tovuzun bir kəndində belə buna başladı. Üstündə bir neçə il keçdi. Bir də baxıram ki, artıq bu xanım kooperativ yaradıbdır. Un məlumatların üzrə və qadınları toplayıb. Ne oldu yenilikçi? Soruşanda ki, nədən buna başladın? Dedi ki, mən gördüm ki, mən artıq müəyyən təcrübə qazanmışam və mən ayaqda dura bilirəm. Amma elə xanımlar var ki, onlar ancaq evdə çörək pişirə bilirlər, nə bilim, ərişdə kəsə bilirlər. Amma onlar bir növ müşahidələrini düzgün bilmirlər. Mən də fikirləşdim ki, bəlkə mən elə bir biznes seçim ki, həm özümdə biraz yeni təcrübə qazanım, həm də onlara da dəstək olum. Və bu kooperativin yaradılması, məsəl üçün, çox böyük bir sıçrayış verdi. Çünki artıq bu günlər, bu il, ümumiyyətlə, bilmirəm, yəqin ki, eşitmişsiniz, beynəlxalq kooperativlər ilidir. Və bu il baxıram ki, artıq başqa bölgələrdə də maraq var. Var mı belə nümunələr? Lənkəranda, məsəl üçün, bəlkə də tanıdığınız sahibkar xanım var, Rəftarə xanım. Məsəl üçün, cari ilin əvvəlində artıq o 5 qadını bir araya toplayıb bir kooperativ açıbdır. Və bu kooperativ meyvə və tərəvəzlərin konservləşdirilməsi ilə məşğuldur. Və indi sərgiləri, məsəl üçün, Aqrar İnnovasiya Mərkəzi Aqrar Biznes Festivalları keçirir. Ora gedəndə biz həmişə fərdi sahibkarlar görürük. Amma bugünkü gün artıq bir ildir də demək olar ki, artıq kooperativləri görürük. Orada xüsusi bir güşələr var kooperativlər üçün. Və hamısının da başında qadın. Bəli, bəli. Çox maraqlıdır. Yəqin ki, belə nümunələr çoxdur Jalə xanım. Ümumiyyətlə, bəs bu, təbii ki, bayaq da qeyd elədiniz ki, müəyyən maneələr olur. Bu maneələri aradan qaldırmaq üçün assosiasiya hansı həll yollarını təklif edir? Hansı bir maarifləndirmə işləri ola bilər ki, bir qadının bu işi var, ancaq görmə potensialı və deyək ki, həyat yoldaşı qoymur bunu. Belə bir nümunələrdən çıxış edir. Elə situasiyalar çox olur. Rıçaqlar varmı sizdə assosiasiya? Bunun ən yaxşı yolu odur ki, biz elə situasiyalı olanda biz təlimə və tədbirə xanımı həyat yoldaşını birlikdə dəvət edirik. O birlikdə gələndə artıq o daha çox yaxşı anlayır ki, bu xanım nəyə görə evdən çıxır, nəyə görə vaxtını evdən kənarda sərf edir və artıq özü də qoşulur ona dəstək verməyə. Bizdə bir situasiya var idi ki, xanım elə ərişdə kəsirdi, qonşular pulsuz eləyirdi də bunu, çünki yaxşı bacarırdı. Amma bunu təlimdən sonra başa düşdü ki, əslində bu bacarıq biznes bacarığıdır və onu fərqləndirir kənd yerində. O başladı o işi ödənişli eləməyə və yoldaşı onu belə deyək də, o çatdırılma xidmətini göstərməyə başladı. Və bu da bir ailəvi biznesə çevrilir. Yoldaşı onun yanında işlədi. Yəni, mən deməzdim yanına, mən dedim ki, bu artıq birgə ailəvi bir biznes kimi o başladılar. Qaynanası daha çox ev işlərini kömək eləməyə başladı və bu
getdikcə artıq xanım sadəcə olaraq öz qazancı ilə deyil, həm də kredit götürməyə də artıq ehtiyacı yarandı ki, qonşu kəndlərdən də ona sifarişlər gəlməyə başladı. Və bu səpkidə yəni ailənin dəstəyi çox önəmlidir. Amma mən deyərdim ki, bax, xanımların mesela Kobe tərəfdən Aqrar İnnovasiya Mərkəzi bu festivallar çərçivəsində keçirdiyi təlimlərə qatılmaq çox böyük impuls verir. Çünki onlar orada digər sektorlar üzrə assosiasiyaları görürlər. Misal üçün, bizim aksiyanın üzvü olan arıçıdır. Biz ona qadın sahibkar olaraq dəstək veririk, inkişaf eləsin. Amma o arıçılar assosiasiyası ilə də təmas olanda bir tədbirdə artıq o sırf texniki biliklərə malik olmaq üçün həmən assosiasiyanın üzvlərindən öyrənə bilir. Və yaxud məsəl üçün soğan istehsalçıları, ixracatçılar assosiasiyasıdır. Və yaxud heyvandarlıq məsəl üçün üzrə assosiasiyadır. Yəni hər sektor üzrə assosiasiyanın tədbirlərində iştirak onların həm bazara çıxışını təmin etməyə kömək edir. Həm də onlar öyrənirlər ki, məsəl üçün məhsulu necə lazımdır qablaşdırmaq, hansı məhsulun sertifikatlaşdırmağa ehtiyacı var, topdan satış kanalları hansılardır. Çünki ən böyük problem regionlarda, istər şəhərdə bu bazara çıxışdır. Yəni o məhsulunu müəyyən standarta cavab verən məhsul çıxartmalıdır. Və bu standartları barədə öyrənmək üçün assosiasiya çox vacibdir. Kobeyanın nəzdində də müxtəlif ekspertlər var ki, onlar həm Kobevlərində, həm elə Kobeyanın Kob dostları şəbəkəsində onlar öyrənə bilirlər. Və bu onlara imkan verir ki, onlar artıq öz məhsullarını bazara çıxartmaq üçün müəyyən standartlara cavab verdiyi üçün sata bilmirlər deyə. Ona görə onlar anlayırlar bunu. Amma əgər bu bilik bacarıq onlarda olmazsa, o onlara çətinlik yaradır və beləliklə onlar artıq bir öz biznesinin uğursuz olduğunu düşünürlər, amma əslində burada bilik və bacarığın çatışmazlığından irəli gəlir. Cənab xanım, biznes danışırıq, biznes riski sevir, bunu adətən hər kəs bilir. Qadınlar bu risk faktorunda bir qədər daha emosional, daha ehtiyatlı. Elə bir qədər də əvvəl qeyd elədiniz ki, ümumiyyətlə xarakter də burada rol oynayır. Təbii ki, sizdə bu maneədirmi, eləyəndə. yoxsa daha elə ən düzgünü budur qadınların etdiyi bu hərəkət? Doğru deyirsiniz. Əslində mən elbir ki, bir tərəfdə mikromaliyyə assosiasiyasında işlədiyim üçün bizim üzvlərimizin mövqeyi ilə desəm, bu onlar üçün ən etibarlı müştəridir. Çünki məsuliyyətli müştəri o deməkdir ki, onların problemli kreditə düşmək ehtimalı çox aşağıdır. Bəli. Və eyni zamanda xanımlar çox sual verirlər. Yəni onlar qərarı bir neçə belə promo, reklamla, nə bilim, broşurla onları kifayətlənmir. Onlar çox dərinə kimi gedirlər, suallarını verirlər və əgər o təşkilat, o bank və yaxud bank olmaq üzrə təşkilatı, onların bütün suallarını cavablandıra bilərsə və o əminlik onda yaranır ki, bəli, necə ödəyəcəm, hansı şərtlərlə mən götürürəm, burada risklər nədir? O zaman onların daimi müştərisi olur. Ümumiyyətlə, qadınlar adətən bir təşkilatdan artıq kredit götürəndən sonra onlar çox redq dəyişirlər o bankı və loyal müştəriyə çevrilirlər. Çünki onların üçün artıq o məhsul aydındır. Amma əgər o məhsulda çoxlu gizli məsələlər var ki, o açıq bildirilmirsə, o xanım üçün artıq riskdir və o artıq alternativi seçməyə axtarır, üstünlük verir və biz də bunu dəstəkləyirik. Çünki bu yol onu göstərir ki, onun maliyyə savadlılığı imkan verir ki, o düzgün təhlil aparır. Yəni, əslində riskli etmək o demək deyil ki, o uğurlu deməkdir. Amma onu düşünərək, yəni məlumatlı şəkildə qərar vermək, o onu elə bir ki, bir növ gələcək uğursuzluqlardan qorumuş olur. Aydın, təşəkkür edirik Jalə xanım, studiyamıza gəlib, suallarımızı cavablandırdı.